Qarabağdan sonra Qalatasarayın da Avropa macərası, daha dəqiq desək, Çempionlar Liqası macərası başa çatdı. Və bütün bu gedişat onu göstərdi ki, biz hələ tam o səviyyədə deyilik. Biz deyəndə elə Qalatasaray da Qarabağda nəzərdə tuturam və 1 milyardlıq, 1 milyarddan artıq heyət dəyəri olan bir komanda ilə başa-baş oynamaq üçün hələ çox inkişaf eləməliyik, hələ heyətimizi gücləndirməliyik, oyunumuz inkişaf eləməlidir və s. Bəzən belə deyək də, azarkeşlər bundan barışmaq istəmirlər, amma bugün Qalatasarayın 2 oyuncusu zədələnməsəydi də, nə bilim, nə olsaydı da, necə olsaydı da, təbii ki, nəticə yenə dəyişməyəcəkdi. Çünki bu Liverpooldur. Bu 1 milyarddan böyük, 1 milyarddan çox dəyəri olan bir komandadır və Anfield Road başqa bir sehirdir, başqa bir aləmdir. Mənə çatmayan bir şey oldu, onu deyirəm və şərhdə fikrinizi yazın, amma etik normalar. Birinci qolda bizim şərhçi niyə belə sevindi, onu anlamadım. Yəni o dərəcədə sevindi, ya oyuna bilmirəm, bəlkə hansısa bir yatırım eləmişdi, pul atmışdı, bilmirəm, amma hər halda bir türk şərhçi Qarabağa vurulan qola belə sevinərsə, mənə şəxsən xoş gəlməz.